Başqa bir sübutları da sizə qeyd eləmək istəyirəm. Hal-hazırda ayın deməli 19 noyabr 2025-ci ildir. Diqqətlə eləsək, hal-hazırda belə deyək, bir daha sübut eləmək istəyirəm ki, dövlət tərəfindən vəzifələrindən sui-istifadə edən şəxslər bu Vahabidir, Kənan Hacıyevdir, onun şöbəsidir və s. Necə qoymurlar ki, mən YouTube-a daxil olum. Baxın, mən YouTube-a girə bilmirəm. Çıxdı YouTube-dan hər hansı bir səhifəyə, TikTok-a məsəl üçün girə bilirəm. Dəmir alıram. Çox böyük rahatsızlıqla hər hansı bir sosial şəbəkəyə daxil ola bilirəm. Amma məhz YouTube-a daxil ola bilmirəm. Bir növ məhdudlaşdırılıb ki, bir növ sübutları, şərhləri və bir növ başıma asılmış oyunları, çirkin, manipulyasiya xarakterli oyunları YouTube-a qoymayım. Bir daha izləyək. Gördüyünüz kimi YouTube-a daxil ola bilmirəm. Çünki hal-hazırda da mənim YouTube-uma nəzarət eləyirlər və yeni videoları qoyum və paylaşmağın qarşısını hal-hazırda belə bizim özlərini dövlət hesab eləyənlər Azərbaycan dövləti daxilində özlərinə dövlət əleyhinə bir dövlət yaratmışlar. Yəni belə bir müdaxilələr var. Bütün sosial şəbəkəyə müdaxilə eləmək olar. Bütün sosial şəbəkələri idarə eləmək olur, müdaxilə eləmək olur. Hansı ölkələr, dövlətlər ki, onların bir növ YouTube-la, ondan sonra nə bilim TikTok-la, ondan sonra WhatsApp-la müqaviləsi yoxdursa, rəsmi dövlət müqaviləsi yoxdursa, həmən ölkələrdə VPN-dən istifadə edirlər. Amma həmən hansı ölkələrdə ki, hansı dövlətlərə icazə var ki, sosial şəbəkələrdən istifadə olunsun, həmən dövlət idarələri həmən sosial şəbəkələrə idarə eləmək kimi hüquqları var. Hansı ki, məhz həmən hüquqdan bizim bu Vahabimiz, həmən hüquqdan bu Kənan Hacıyev və şöbəsi və şöbə rəisi istifadə edərək məşhur Kapital Bank dələduzluğunu həyata keçirirdi. Hal-hazırda mən yenə müşahidə edirəm ki, baxın, Wi-Fi-ım açıqdır, amma mən YouTube-dan istifadə edə bilmirəm. Çünki hal-hazırda bundan əvvəl 102-nin rüşvət almağı barədə video paylaşdım. Bundan əvvəl də mən paylaşdığım video görüntü, sübutla, faktla izah eləməklə paylaşdım ki, nəyə görə belə deyək də bu şəxslər hansı oyunları qruplar, Yusifin adından, prokurorluq əməkdaşının adını və s. hallandırdım. Baxdığınız kimi heç bir şey müdaxilə yoxdur. Baxın, TikTok və digər sosial şəbəkələr. Gördüyünüz kimi TikTok və digər bütün sosial şəbəkələri rahat qəbul edə bilərəm və bu dəqiqənin özündə də qəti nəzarət altındayım ki, bu ləyaqətsizlərin, təxribatçıların, cəsusların, xaricə məlumat ötürənlərin törətdiyi cinayətlərin izi bilinməsin. Sadəcə o iz itirilsin və salam. Gördüyünüz kimi mən hal-hazırda hüquqlarımdan məhrum olunmuş vəziyyətdəyəm.